Pul xırdalamaq rus dilində sizinlə baxdıq. Videonu aşağıda bağlayıram görməyənlər üçün. İndi isə pulla bağlı digər ifadələrə baxaq. Ümumiyyətcə pul rusca olacaq деньги. Bunu çoxunuz bilirsiniz. Xırda pul, həmçinin əvvəlki videolarda qeyd etdik, mелочь olacaq. Xırda pul это мелочь, мелкий sözündən gəlir. Bəs iri pul necə deyirik? Misal üçün крупные купюры. Deyə bilərsiniz, у меня только крупные купюры. У меня нет мелочи. Sonra çoxumuzun bildiyi sdaça sözü var. Sdaça в магазине. Valyuta. Həmçinin bu sözdə sizə lazım olacaq. Valyuta. Buradan gəlir обмен валют. Обмен валют. Və fe'l kimi обменять валюту. Я приехала в новую страну, и мне нужно обменять валюту. İndi rus dilini inkişaf elətdirmək üçün ən yaxşı praktika deyim sizə. Sdaça sözünü şərhlərdə tərcümə etmirsiniz. İzah edirsiniz. Rus dilində başqa sözlərlə izah edirsiniz ki, что такое sdaça? Öz sözlərinizlə rusca şərhdə yazın.